Gözəl xanımları, bəyləri salamlayıram. Həqiqətən bugün gözəl günlərdən biridir, müəllimlər günüdür. Mən ilk birinci sinifə 190 nömrəli məktəbə gitmişəm. Allah rəhmət eləsin, bizim direktor Sona xanım, mənim müəlliməm Daxil Öndər Heydər Əliyevin bacısı Şəfiqə xanım olub, kimya müəlliməm. Həqiqətən də məktəb illəri ən gözəl illərdən biridir. Müəllimə bir müqəddəsdir. Ona görə müqəddəsdir ki, bugün biz danışıq ediriksə, biz qələm tuturuqsa, biz diploma layiq görünürsə, o müəllimələrin səbəbinədir. Orhanə xanım, çox sağ olun ki, həqiqətən bugünkü gündə müəllimlər günü gözəl insanları bura toplanmışsınız, səbəbkarsınız. Allah müəllimlərə can sağlığı versin. Təbii ki, 21-ci əsrdir, ancaq ona baxmayaraq müəllimlərin qədrini bilməliyik. Biz valideynlərdə də günah var. Birinci, özümüzdə günahı axtarmalıyıq, ondan sonra müəllimləri nədəsə ixtiram etməliyik. Allah müəllimlərə can sağlığı versin. Təbii ki, bizim təhsili yaradan bugün gözəl məktəblər, gözəl təhsildir. Onun səbəbləri də İlham Əliyev Heydəroğlu. Onu unutmalı deyilik. Eşq olsun Azərbaycan dövlətimiz, dövlətimizlə, dövlətçiliyimizlə fəxr edir. Gəlin, iddia olmayaq. Gəlin ürəkdən, qəlbən dövlətin yanında.